تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا أن دعوا للرحمن ولدا. Allah Teala deyir, bu kəlmədən dolayı göylər az qala ki dağılsın, parçalansın. Yer nədir? Yarılsın. Dağlar yerindən qopsun, Rəhmana evlat nisbət etdiklərinə görə. Rəhmana evlat nisbət etdiklərinə görə. Bu da şəhadətin əksi ziddidir. Allaha evlat nisbət etmək şirkdir. Şirkin ən murdarlarındandır. Tohidin ziddi əksidir. Allah Teala deyir, bu sözdən dolayı təsəvvür et. Yəni, bu sözdür hələ. İndi sən təsəvvür et əməl. Bu əməllər ki, Allahdan başqalarının ki, ibadətlər olunur. Qəbirlərin qarşısında səzdələr edilir, təvaflar edilir, qurbanlar kəsilir, meyit olanlara yaxınlaşılır. Yəni, bundan dolayı təsəvvür edin, mümkündür və səhiddir demək ki, yerlər, göylər, dağlar az qala yarılsın, dağılsın. Lakin Allah Azza və Cəllə öz Rəhman, Rəhim sifəti ilə onları saxlayır, onların cəzasına isə bir müddət möhlət verib, ertələyir və yaxud tövbəyə də fürsət verir.